Огромной радостью встретились взятие Азербайджана Хасанның Асырмақ Сталина здравствует нерушимый Сталин несет музарит Розенфельд. Мы, представители многонационального Азербайджана, Lev Tolstoy Afanasifet hakkında böyle bir söz demişti. Bir gün o bütlükten bezecek, tike tike olup dökülecek yeryüzünden ve biz o tikeleri tapıp göreceğiz ki bütün gözyaşlarda o tikeler ve her bir tikeni aparıp koyacağız müzeye ve başlayacağız ondan öğrenmeye. Bugün iller keçenden sonra yana az qala yarım əsr keçəndən sonra biz Mircəfərin sərt sifətinə baxaraq Mircəfər Bağırovun səs simasına nəzər yetirərək düşünürük, ondan öyrənmək yox, ancaq bu saat onu öyrənmək lazımdır. Ve bu saat onu ittiham etmek çok asandır, onu başa düşmək isə çox çətin və bu saat belki de onun özünü ittiham etməkdən çox onu bu yola sövqələyən, onu bax bu cür qəhrəman eləyən milyonları ittiham etmək daha çox lazımdır. Tabe olmağa meyillilər, dünən taxt oturanda ona baş əyib, bugün ise taxta düşəndən sonra tapdalayanlar daha qorxuludur. Öldü kral, yaşasın yeni kral deyənlər daha dəhşətlidir. Ve bugün Mircəfər Bağırovun həyatından və yaxud bugün Azərbaycanın tarixində bəlkə də ən qanlı sima kimi, obraz kimi yadda qalan Mircəfərin, Seyid Mircəfərin, Cəllad Mircəfərin taleyini açmaq üçün biz onun görünən və görünməyən cizgilərinə nəzər yetirməliyik. Və sonda yekun olaraq bunu deməliyik ki, 20 il Azərbaycanın xəzəyin olmuş qorxu və qüdrət sahibi Mircəfər Bağırovun görünməyən cizgilərini nəzərə getirərək bir şey yadda saxlamalıyıq. Mircəfər Bağırov öz dövrünün və rejiminin qəhrəmanı idi. Var belki de hırda şeyler. Ama adama dokunur akı. Ya bir merre Azerbaycan'dan el çekek, Respublikalar sırasından Azerbaycan çıksın, ya da üçünü dördünü kurban verey, Respublikanı düzeldek. Birbirinizi ittiham ediyorsunuz. O Azerbaycan'ı talan ediyor. Bu haraba koymak istiyor. O Azerbaycan'ın adını batırır. Birbirinizi ifşa edemeydense konkret. Siz ne iş görmüşsünüz? Sen! Şahsen sen! Azerbaycan için ne iş görmüşsün? İş görmeyi lazımdı. İş! Boş boş çalışmak yok! Mircəfər Bağırov tarixdə gördüyümüz bütün hakimlər kimi həm qara rəngliydi, həm ağ. Mənə elə gəlir ki, ətrafındakılar da buna çox təsir eləyirdilər. Məhz onun qara rəngdə olmağına. Qara rəngdə olmağına. Ancaq Mircəfər Bağırovda ədalət hissi də vardı.
bunu danmaq olmaz. Azərbaycan xalqının yüksəlməsinə, mədəniyyətinə, müəyyən adamların iləri çəkilməsinə, misal üçün akademiyanın yaralmasına çox köməklikləri olub. Mircəfər Bağırov bəzən elə haqlı cəza verirdi ki, cəmaata bu ləzzət eləyirdi. Mən onun bu əməllərinin qarşısında heç bir müsbət işini qiymətləndirə bilmirəm. O nə görübsə onun vəzifə borcu olub. O vəzifədə qalmaq üçün eləyib. Xalq üçün eləməyib. Onu düşman saymamışam heç vaxt. İndi də saymıram. Məni heç kəs bunu məhrum eləyəməz bu uğurdan. Mən məhkəmədə inanmışam ki, onda səhlənkarlıqçı var. Onu alladıblar. O inanıb. Bütün inanmağın nəticəsində də belə yerə gəlib çıxıb. Mircəfər Bağırov Mir Abbasoğlu Seyid nəslindən idi. Sonralar Allahsız ateist adlandırılan və sözsüz ki, bolşevik, kommunist kimi dinə münasibəti bir mənalı səslənən bu insan Qubada məşhur Hacı Mirbağır ağa nəslindən idi. İndi bir çoxlarının etnik qrup Rus, Yəhudi adlandırdığı Mircəfər, Mirbağır ağanın 4-cü oğlu, o biri qardaşları kimi Mir Seyid nəsli nişanəsini daşıyırdı və Əkrəm Əhlisinin sözləri ilə desək, hökmdarların Allahı olmur. Çünki Allahsız bəndələrin əməllərinin də izaha ehtiyacı yoxdur fikrindən sonra qəribə bir dilemma qarşısında qalırıq. Seyid Mircəfər, Cəllad Mircəfər. Mircəfər Seyid şəcərəsindən olmağını gizlədirdi. Dövrünün zalım qanunları bir də tutduğu birincilik kürsüsü bunu tələb edirdi. Hərçənd ki, bu gizlətməni biz inkar edə bilmərik, çünki bu seyidlik onun adında qalırdı. Tarixdə də məscidləri, din ocaqlarını məhv edən dinsizlər sırasında adı birinci hallanan Mircəfər doğrudan Allahsız idi. Mircəfər Sovet ideologiyasının güclü və inanılan təbliğatçısı olub. Qırmızı Sovetə adam yetişdirmək üçün neçə məscidi, neçə kilsəni klub ambar eləmişdi. Allahsızlığını isə qan töküb dağ çəkməklə sübuta getirmişdi. Amma söylənilənə görə də Allahsızlar qəzetinin nəşrini də qadağan eləmişdi Mircəfər. Bir mövsüm ağanı gəlib aparanda içəri şəhərdə. Maşın düşmədik ora. Xəbər getdi, çıxdı ora. Mircəfərin üstünə. Nə qədər adam tutulduğunda getdi. Hamı da fronta göndərdi. Dedi, onun bir çamadanını açın, görün nə qədər bu bizə köməklik edib. Çamadanı açdılar. Böyük bir çamadandır. İki tiftonsu ilə dolu. Falan armiya falan qədər pul göndərdim. Falan yerə falan şey göndərdim. Falan baxçıya onu göndərdim. Yetim evinə onu göndərdim. Hamını da yazıb qoymuşdu ora. Mesela utanmışsınız kişiye tokunursunuz. O seyirtti, ben de seyirdim, o da seyirtti. Ama böyle gel ki o ateistiydi. Allah'ı tanımırdı. İki meslek olabilmez bir adamda. Ateist, bolşevik ateist olmalıydı. Mutlaka. İndi de o vakti de. Heç bir əsas yoxdur deyək ki, Bağırov Allah sevən idi. Mən onu heç bir faktla təsdiq edə bilmərəm. O sadəcə olaraq ateist idi. Realist adam idi. Quba qəzası polietnik bir regiondur, polietnik. Və bir çox hallarda, yəni sonraki repressiyaları izah etmək üçün ən asan yol tapırlar bizim üzdən İraq, mən belə deyərdim, tədqiqatçılar və onu onun qeyri-millətdən olması ilə izah edirlər. Bəli, izah edirlər, amma elə deyil. Elə deyil. Mircəfər Bağırov əslində Azərbaycan türklərindəndir. Yəni onun atası da, anası da, babası da və s. Və o öz anketlərində 22-ci il anketində, misal üçün onun partiya siyahı alınma anketində bunu belə göstərir. Niyə? Bəzən doğrudan da o öz milli mənsubiyyəti gizlətməyə çalışırlar. Belə faktorlar var. Tarixdə də elə çox müşahidə olunur belə faktorlar. Amma burada elə deyil. Çünki 22-ci ildə mən sizə deyim açıq, heç kəs öz milli mənsubiyyəti gizlətmirdi. Ona ehtiyac da yox idi. Zəmanə başqa zamanə idi. Vətən yolunda oğlundan keçən Stalin hamı üçün vətən yolunda hər şeydən keçmək təbliği və məcburiyyəti idi. İlk baxışda bu vətənpərvərliyi, güclü iradə sahibi olmaq kimi açıqlansa da, çox güman ki, burada məcburiyyət və ibrətamizlik də var idi. Ancaq fanatizm də danılmazdı, ədalətli olmaq və bərabər görünmək də var idi o illərdə.
Mircəfərin oğlu Cahangir, yəni Vladimir, atasına məktubunda belə yazır. Əziz ata, 2 ay yarımdır ki, öz yerimdə sayır, indi belə qiymətli olan çörəyi yeyirəm. Vətənimizin təhlükədə olduğu minlərlə gəncin döyüş bölgəsində nə canını, nə qanını əsirgəmədiyi bir vaxtda mən müşahidəçi mövqeyindəyəm. Lakin mən şiddətli döyüş yerlərində olmalıyam, çünki sənin oğlunam, vətənin oğluyam, partiyamızın oğluyam. Əgər sən bilsən ki, mən adamların gözünə baxanda necə xəcalət çəkirəm, cavan, sağlam adam ola-ola arxa cəbhədə vaxt keçirirəm. Səndən xahiş edirəm ki, mənim cəbhəyə getmək məsələmin həllini sürətləndirəsən. Mənə onların 2 ay yarım gözlədiyim şöhrətli təyyarələri lazım deyil. Hətta mən U-2 təyyarəsində uçmağa da hazıram. Təkcə kənarda qalmaq məni sıxır. Mən bir həftədə dözə bilərəm. Amma bundan sonra döyüşə yollanan hər hansı bir hissəyə qoşulub gedəcəm. Səbirsizliklə cəbhəyə göndərilməyim günü gözləyirəm. Mən sübut eləyəcəyim ki, sənin oğlun sənə və vətənə layiqdir. Bərk-bərk öpürəm, sənin Vladimirin. 4-ün 2-ci ay 1943-cü il. Cahangir 2 atlıqda anası Rus olduğu üçün yarısı biri deməli ata tərəfdən deməli Cahangir Rus olduğu üçün anası Vladimir. Yəni Vladimir Cahangir. Hələ belə də gedir pasportunda Vladimirin Cahangirin anası Mariya Alekseyevna 1926-cı ildə məhz həmin bu qəbirstanlıqda dəfn olunub. Rus milliyyətkən demək getirib anasının yanına, ana bala bu torpaqda uyurlar. İndi məzarı Yasamal qəbirstanlığında olan Volodya elə göydə də yandı. Sovet İttifaqı qəhrəmanının adı ölümündən sonra verilsə də, adidən adi məzarı ilə öz borcunu verən Mircəfər bunu ancaq ata borcu hesab elədi. Başqa vətən yolunda canından keçənlərdən fərqli olaraq Azərbaycanın xəzəyini Cahangir üçün heç nə eləmədi. Elə məhkəmə qutardı, dedi ki, Rudenko ilə danışmaq istəyirəm. Baş prokurorla. O da qəbul elədi. Onun deyilənlərə görə belə deyib ki, ну, видели, у меня отцом погиб, и были у меня планы, что после моей смерти я завещал, чтобы меня похоронили рядом с ним. Но, видите ли, судьба своего диктует. Не по желанию, а по закону природы. Теперь моя судьба так сложилась. Я знаю и дальнейшее, что должно произойти. Я прошу разрешите посетить могилу моего сына и прощаться с этой могилой. O da deyir, o çağırır, tapşırıq verir. Qoyurlar maşına, aparırlar qəbrinin üstünə. Orada oturur, heç kəsi də yaxına qoymur. Belə deyirlər ki, əməli bir yarım saat, 40 dəqiqə ağlayır. Ondan sonra durur, deyir, rejissor. Müharibənin ən gərgin vaxtında iqtisadi və sosial çətinliklərin ən zirvə anında Türkiyənin Almanlara qoşulacağı barədə müxtəlif şayiələr yayılırdı. Bundan istifadə edən ermənilər siyasi büroda qərar çıxardılar ki, Azərbaycanlılar və Dağıstanlılar Orta Asiyaya köçürülsün, sərhəd möhkəmləndirilsin, çünki müsəlmana inam yoxdur. Biz kimiz? Biz də Türkiyəlik oluyoruz. Deməli, biz müharibəyə Türk qoşulsa, deməli, birinci kömək eləyən Türkiyə biz olmalıydı. Meşqi Türklər niyə qranisədən çəkildi getdi? Niyə Acarlar getdi? Niyə o birisilər, o keçənlər İnguşlar, Kabardina Balqarlar, Tatarlar sürgün olundular? Bunların hamısı müharibə ilə əlaqədar, nemeslərlə əlaqədar məsələlərdir. Siyasi büroda Mikayanın təşrifi ilə Azərbaycan xalqını də keçənlər kimin, İnguşlar kimin Qazaxıstana sürgün eləmək istəyirdilər. Onlar bizim deməli millət haqqında elə bir fikir yaratmışdılar ki, biz çox satqın milləti, ola bilər ki, az bir müddətdən sonra biz... Bəli. Ona görə də o vaxt Bagirov bunu başa düşmüşdü. O, məsələn, bir gecənin içində bütün rayon katiblərinə göstəriş vermişdi ki, hamınız telegrama verin ki, biz hamımız orduya getmək istəyirik.
deməli, təxminən 69 rayondan o vaxt teleqrama vermişlər Stalinin adına ki, biz vətən qorxulu altındadır, vətən təhlükədədir, biz hamımız bir əskər kimin vətənin müdafiəsinə gedirik. Bəzi versiyalara görə Mircəfər Bağırov müharibənin ilk günlərində Gürcüstan və Ermənistan rəhbərləri sustuğu halda Azərbaycandan 40 min hazırlıqsız Azərbaycan gəncini səfərbər eləyib müharibəyə göndərir. Həmin ildə sürgünün, deportasiyanın qarşısını alan Bağırov Stalindən müharibədə iştirak etməyin əmrini almışdı. Yəni bütün əhalinin Orta Asiya sürgünü müqabilində Mircəfər bunu etməli idi. Bir də o axı səfərbər elədiyi 40 minin yaxud da 400 minin arxasında dayanırdı. Qafqaz adam qaraların, Gürcülərdir, Ermənilərdir, Müsəlman, Azərbaycanı boğlarını da qırxırdılar. Boğ qoymağa icazə vermirdi. Harbində icazə vermirdi. Bizim də cavan uşaqlar hamı boğlu eşiblər, boğlarını vuruşurlar da. Hamı gəlib gecə tutuldaşıb keçirdilər. Yer tuturdu, əlini alıb bağlayırdı, qorxurdu. Bu məsələni bir Gürcü götürür Stalinə yazır. Ama yazır Kremliyə ki, o slujbada olur. Köpəs, diyorsun, sən niyə baxırsan? Biz Gürcüləri, Azərbaycanlı Erməniləri öldürdülər, bu xaxollar. Bunu eşidir bu Stalin. Stalin Malinkovu çağırır, bir də Bagirovu. Deyir ki, məşğul olun bu məsələ ilə. Buna haqq hesablı. Bagirov deyir, baş üstə. Malinko ilə Bagirov gedirlər həmən yerə. Gedirlər görürlər Xruşçovun qardaşı orada komandir divizyodur. Bunun divizyasındadır bu haqq hesab, buradan başlanıb. Çağırır, soruşur eləyir, Bagirov deyirlər uşaqlar ki, ay atamızsan, bizi öldürürlər, bizi qutar bunların əlindən. Bu da buradan yığır nə qədər adam var, generallar, polkovniklər özünü aparırmış o. Çağırıb bunları deyir ki, bunlar nə deyirlər, düzdür. Xruşçovun qardaşı maxat edib də belə, ateşli adamlar belə. Deyib ya Çin voyenni Sovyeti. Ben deyir, səni priznavat eləmirəm. Dibində eləyərsən. Əlini sarı, tak, əli orada vurur bunun başına, əli orada gedib. O buru 2 nəfər onun yanında olub generallardan, gəlirlər ki, sən ikisini də qoyub yerə. Özü bu yanında gedənlər deyiblər buna ki, ay Mircəfər, biz bu olan yeri səni, dedi, onları Samasud mən eləmişəm, onlar az bizdən eləmiblər. Hər gün Rusiyanın gedər-gəlmə çöllərinə üst tutan qatarlar yüzlərlə Azərbaycanlını fronta daşıyırdı. Cənub cəbhəsinin komandiri ordu generalı Petrov idi. O hərbi şuranın üzvü idi. Orduya cavabdeh 1-ci Sima isə vaxtilə Stalinin köməkçisi kimi tanınmış. Sonralar Pravda qəzetinin baş redaktoru, Müdafiə Xalq Komitəsinin sədr müavini Lev Zaxaroviç Mexlis Krım cəbhəsinin məsuliyyətini daşıyan yeganə adam idi. Və Taman yarımadasının müdafiəsində Mexlis əmr verir ki, Krım ancaq Azərbaycanlılardan ibarət diviziyanın top döyüşü ilə alınmalıdır. Onlar Keş boğazından Krıma daxil olmalıydılar. Bu elə tələ idi ki, Almanlar neçə min Azərbaycanlı əskərini su içində keçid vaxtı təyyarələrdən açılan bombalarla dənizin dibinə göndərirdi və hər dəfə Mexlisin indi qoy bu yoldaşlar Krım uğrunda vuruşsunlar xeyir duasını aldıqdan sonra neçə min Azərbaycanlı əskər boş-boşuna qırılırdı. 2 belə əmrdən sonra Petrov Bağırova zəng eləyir. Əgər 1-2 gündə keçsə sizin diviziyadan əsər əlamət qalmayacaq, ölçü götürün. Mənim gücüm çatmır, ancaq məni satmayın. Bir neçə saat ərzində lazımı məlumat toplayan Bağırov faciədən dəhşətə gəlir və Stalinə zəng eləyir. Beşika telefonunu yerə qoymadan Stalin o biri telefonla kiməsə əmr verir. Mexlisi Hərbi Şuranın cənub bölgəsindən cəbhədən Mərkəzi Komitənin sərəncamı ilə geri çağırın. Lev Zaxaroviç Mexlisin yoldaşlara olan həqarəti və vəhşiliyinin qarşısını Bağırov alır. Bəli, bu o vaxtlar idi ki, bir tərəfdən ermənilər Azərbaycan ərazisini bölüşdürmək üçün əlverişli vaxt və səbəb tapmışdılar. Bir tərəfdən isə Hitler dişlərini Bakıya qıcamışdı. Bağırov üçün hər mənada çətin idi. Həm yerli halini səfərbər eləyib, ümumi vətənimizin sərhədlərini qorumaq, vətən uğrunda ölümə getmək, təbliğini vermək, bir tərəfdən də ermənilərin layiqli cavabını vermək üçün artıq Azərbaycan əhalisinin deportasiyasına imza atmış Stalini inandırmalıydı. Bağırov üçün çətin olsa da bir tərəfdən də cənub sərhədlərindən gözlənilən təhlükənin qarşısını almalıydı. Və sözsüz ki, həmin vaxtlarda, müharibə vaxtında yoldaşı Məmmədi deyilən təhqiramiz ifadələrdən Azərbaycanlıları xilas eləməli idi Bağırov və buna görə 416-cı diviziyanı yaratdı. Bundan başqa müsəlmanlara inanmaq olmaz təhqirindən Azərbaycanlıları xilas elədi, çünki deportasiyanın qarşısını aldı, Stalin fikrindən daşındırdı. Və sözsüz ki, cənub sərhədlərindən gözlənilən təhlükə
də var idi və Cənubi Azərbaycan, yəni ki, İran sərhədlərində Sovet qoşunlarının yeridilməsi də Stalinin siyasəti idi və sözsüz ki, bu Pişəvari məsələsi və İran məsələsi Stalinin oyunu idi. Ancaq Bağırov bu məsələdən məharətlə istifadə elədi və hətta bu yaxında dünyasını dəyişən Həsən Seyidovun tam məxfi memoarlarında o belə bir fikir yazır. Yazır ki, müharibənin əvvəllərində Stalin Cənubi Azərbaycan sərhədlərinə daha çox diqqət yetirirdi və Bağırovla Cənubi və Şimali Azərbaycan məsələlərinin müzakirəsində o bu problemdən daha sonra qeyd elədi ki, tarixi səhvi, o səhvi ki, İmperator Aleksandr buraxıb, o səhvi düzəltmək lazımdır. Yəni Cənubi Azərbaycanla Şimali Azərbaycan birləşdirilməlidir. Və bu birləşmələr artıq sonradan həll olunmuş bir məsələ kimi qəbul olunmuşdu. Sadəcə olaraq tarixə, yəni sadəcə olaraq bu zaman vaxt tələb eləyirdi. 1948-ci ilin payızında Mərkəzi Komitənin aparatının işlərini yığdılar böyük salona, icra salonuna. Bağırov da orada demək, riyasət heyətinin sonundan oturmuşdu. Dedi ki, Politbüronun qərarını almışıq. Ermənistanda yaşayan Azərbaycanlıların Azərbaycana köçürülməsi barədə. Bu danışığının özündə, nəfəsində, ürəyində bir acılıq, ondan sonra həyəcan hissi var idi. Tutulurdu belə tezdə. Bu qərar dilsiz qəbul olunur. Bundan əvvəl də deportasiyalar olmuşdu, amma belə kütləvi xarakter almamışdı. Təsəvvür edin, 37-ci ilin sonlarında artıq deportasiyalar da özünü göstərməyə başladı. Dağlıq Qarabağdan Azərbaycanlıların bir çoxu, 850 nəfərdən çox adam sürgün edildi. 2000-dən çox adam Azərbaycandan Azərbaycana sürgün edildi. Və beləliklə də Dağlıq Qarabağda Azərbaycanlıların sayı azaldıldı. Hətta müharibə gedə-gedə ermənilər yenidən deportasiya məsələlərinə başlayıb, Azərbaycanlıların Ermənistandan, eləcə də Dağlıq Qarabağdan yeni bir qrupunun çıxarılması ideyasını ortaya atdılar. 1943-cü ildə Tehran konferansında Stalin ən mühüm məsələləri həll etdiyi bir dövrdə Stalinə müraciət edirdilər ki, Dağlıq Qarabağdan və eləcə də Ermənistandan Azərbaycanlıları köçürsünlər və onların yerində İranda olan Azərbaycanlılar öz doğma və həqiqi vətənlərinə qaytarılsın. Və Stalin həmin vaxt elə onlara oradaca müsbət cavab vermişdi, İrandaca. Deportasiya məsələsi, demək, o da 42-ci ildə demək, bu əhvalatı danışanda dedi ki, bundan da Azərbaycan Partiya Təşkilatı xəbəri yoxdur. Burada çox güman Mikayanın əli var. Bunu bu cür qoyublar ki, Ermənistana xaricdən çoxlu ermənilər gəlir. Onları Ermənistanda yerləşdirmək mümkündür, yeri yoxdur. Ona görə Azərbaycanlar buradan yığışıb öz demək torpaqlarına, Azərbaycana getsinlər. İndi bizim regional bir vəzifəmiz ondan ibarətdir ki, onları burada layiqli surətdə qarşılaya və onları burada Azərbaycanda yerləşdirək, əlimizdən gələn kömək edək. Məsələlər o qədər ciddi və kəskin bir şəkil almışdı ki, bir çoxları öz doğma ata-baba yurtlarından getmək istəmirdi. Bağırov özü həmin dövrün şahidləri öz ifadələrində, müxtəlif yazışmalarda göstərirlər ki, Bağırov özü demək Ermənistan ərazisinə gəldi və əhali ilə söhbət etdi və həmin söhbət əsnasında o bildirdi ki, açığı mən sizin özünüzün öz doğma ata-baba yurdunuza qayıtmağınızın tərəfdarıyam. Nə var burada? Gəlin öz doğma ata-baba yurdunuza. Bütün bunlar göstərir ki, artıq Mirzəfər Bağırov özü razı salınmışdı. O artıq özü etiraf edirdi ki, sizin öz doğma ata-baba yurdunuza qayıtmağınız vacibdir. Amma əslində isə Bağırov dərk eləmirdi ki, elə bunlar özləri öz ata-baba yurdunda idi və artıq ermənilər burada köklənir. 1946-cı ildə Sovet qoşunlarının İrandan çıxarılması xəbəri Bakıda güllə kimi açıldı. Və 1941-ci ildə Sovet qoşunları İrana daxil olmuşdu. 46-cı ildə artıq Stalin əmri ilə çıxarılmasının haqqında əmr verilmişdi və bunu xatırlayan Həsən Seyidov öz memoarlarında belə yazar. Gecə saat 2-də Stalin Mirzəfər Bağırova zəng elədi və mən otaqdan getmək əmrini almadığıma görə hələ otaqdaydım və VÇK telefonları çox gözəl işlədiyindən mən Stalinin destekdən gələn səsini də çox aydın eşidirdim.
danışırdım. Stalin Bağırova dedi, Mircəfər, biz Sovet qoşunlarını İrandan çıxartmalıyıq və mən 2 saat ərzində sizin Demokratik Partiya ilə bağlı müəyyən təkliflərinizi gözləyirəm. Mircəfər əli əsə-əsə, yəni səsi titrəyə-titrəyə deyir, yoldaş Stalin, mən sizə yalvarıram, bunu eləməyin. Yoldaş Stalin, mən sizə çox xahiş edirəm, eləməyin. Siz neçə əsrlik Azərbaycan arzusunun gözündə qoyursunuz, eləməyin. Mən sizdən çox yalvarıram və sizin bu qoşunları çıxartmağınız neçə minlik Azərbaycanlının günahsız ölümünə səbəb olacaq. Mən sizə yalvarıram. Stalin artıq dəstəkdə daha hiddətlə danışmağa başladı. Bu əmrdir Mircəfər. Onu yerinə yetirmək lazımdır, müzakirə eləmək yox. Biz yeni müharibəyə başlaya bilmərik. 2 saatdan sonra sizin yeni şifr teleqrammanızı gözləyirəm. Və dəstək əlində donub qalan Mircəfər, artıq Stalin dəstəyin o biri başında dəstəyi yerinə qoymuşdu. Mircəfər səsi titrəyə-titrəyə, bu da axırı deyir. Deməli, Azərbaycan bu dəfə də qovuşa bilmədi. Neçə o taylı, bu taylı Azərbaycan bir-birinə qovuşa bilmədi. Sonra bir xeyli həyəcanla dayanır və sonra sifətindəki ifadə tədricən dəyişir. Bu əmrdir. Bu yoldaş Stalinin əmridir, bu partiyanın əmridir, onu yerinə yetirmək lazımdır, deyir. Müharibə Bakı neftinin hesabına olsa da qələbədən sonra dağıdılmış rayonların bərpası və ölkənin bir çox respublikalarında, o cümlədən Azərbaycanda yeni iqtisadi sahələrin yaradılması, əlavə enerji ehtiyatlarının aşkar edilib istifadəyə verilməsini tələb edirdi. Müharibə illərində istismar və kəşfiyyat qazması demək olar ki, tamamilə dayandırılmışdı və ixtisaslı kadrların bir hissəsi cəbhəyə səfərbər olunmuş, bir hissəsi isə çoxsaylı neft avadanlığı ilə ölkənin şərqində yerləşən neft rayonlarına göndərilmişdi. Müharibədən sonra Xəzər neft dəniz yataqlarından istifadə edilirdi. Çünki ölkədə vəziyyət ağır idi. Baxmayaraq ki, neft çıxarmanın getdikcə aşağı düşən tempi göz qabağında idi. Bununla belə neft sənayesinin yeni sahəsinin yaradılması prosesi obyektiv zərurət idi. Lakin proses Azərbaycan xalqının qatı düşmənləri, kommunist adı altında pərdələnən erməni millətçi separatçıları və onların mərkəzi hökumətdə vəzifə tutan himayədarlarının hər cür müqavimətinə rast gəlirdi. Onlar Azərbaycanın neftçi alim və mühəndislərinin Xəzərdəki perspektivlərinin həyata keçməsinə mane olmaya bilməzdilər və bütün səviyyələrdə fəaliyyət kampaniyalarına başlamışdılar. 1954-cü il iyunun 29-da Bakıda keçmiş SSR-in neft sənayesinin naziri əslən Bakılı olan Baybakovun iştirakı ilə Respublika Neft Sənayesi fəallarının müşavirəsi keçirilir. Müşavirə SSR Nazirlər Sovetinin 9 iyul 1954-cü il tarixli neft sənayesinin daha da inkişaf etdirilməsi tədbirləri haqqında qərarının müzakirəsinə həsr olunmuşdu. Müşavirədə çıxış edən Azərneft Birliyinin baş geoloqu Babazadə, həmçinin Xəzər dənizi neft yanacaqlarının istifadəyə verilməsi zamanı qəsdən yaradılan maneələr haqqında danışır. Müşavirədə çıxış edən Baybakov 1948-1953-cü illərdə Azərbaycanın neft sənayesində əsaslı tikinti üçün yönəlmiş 10 milyard rublun boş yerə sərf olunmasından, Mircəfər Bağırovun bu hərəkəti ilə dövlət əleyhinə getdiyini göstərmiş, ona küllü miqdarda ziyan vurduğunu sübut eləmişdi. Əlbəttə, Mircəfər Bağırovun fəaliyyəti Azərbaycanın 30-50-ci illər tarixini əhatə eləyir və bu dövr Azərbaycan xalqının həyatında qanlı və ziddiyyətli bir dövrdür. Lakin onun respublika, neft sənayesinin inkişafı üçün mərkəzi hökumət tərəfindən lazımı maliyyə vəsaitlərinin ayrılması məsələlərini həll edə bilməsi bacarığı dövlət əleyhinə fəaliyyət kimi qiymətləndirmək bu heç bir məntiqə uyğun gəlmir. O illərin arxiv sənədlərinin analizi göstərir ki, irəli sürülən ittihamların heç bir elmi, faktika əsası yoxdur. 1947-ci ildə Dağlıq Qarabağı mərkəzi hökumətin köməyi ilə Azərbaycandan qopara bilməyən daşnaqlar 1948 və 1953-cü ildə tarixən Azərbaycan torpaqlardan 100 min nəfər Azərbaycanlını dövlət səviyyəsində deportasiyasına nail oldular. Что
Mircəfər Bagirov şübhəsiz ki, Azərbaycan xalqının 20-ci əsr tarixinin kontekstində çox böyük bir figuradır. Bunu danmaq mümkün deyil və olmaz. Amma bunu obyektivcəsinə demək lazımdır. Əgər deyəndə ki, Mircəfər Bagirov qan töküb, Mircəfər Bagirov millətçiləri qırıb və tutalım indi dediyim kimi Nəriman onun özündə millətçi elan edib. Bu demək deyir ki, biz Bagirovu o mərtəbədən salırıq aşağı. O mərtəbədədir. Bagirov böyük bir tarixi figurdur. Azərbaycan, yeni Azərbaycan tarixi kontekstində çox böyük bir yeri olan bir adamdır. Sadəcə əməllər qalır. Amma əməllər öz əməlləridir. Bu birisi deməli süni yolla əməllərə bərabər qazandırmaq lazım deyil. Eyni zamanda süni yolla əməlləri şişirtmək də lazımdır. Mircəfər Bağırov 56-cı ildə güllələnib. Ancaq bu barədə də müxtəlif versiyalar var. Birinci versiyadan ibarətdir ki, yox, Mircəfər Bağırov 1956-cı ildə güllələnməyib, 83 yaşında öz dünyasını dəyişib və bu da Sibir həbsxanalarının birində olub. Oğlu Cem bunu işləndən sonra özünü atasına çatdırsa da onun meydini dustaqlar ona verməyiblər. İkinci versiyadan ibarətdir ki, nə qədər paradoksal görünsə də Mircəfərin ölüm aktına Mikoyan qol çəkməyib. Ancaq bu da inandırıcı deyil, çünki Mircəfər özü boyda onlar üçün təhlükə idi və Mircəfər Bağırovun sağ qalandan sonra əgər sağ qoysaydılar, Xruşov və Mikoyan necə yata bilərdilər, bu ağla sığmaz idi. Və bu da görünür düzgün versiya deyil, çünki mənə gəlir ki, o oyun axıra qədər oynanılıb. Əgər belə olmasaydı, Mircəfər Bağırovun qəbri yeri məlum olardı. Üçüncü versiyadan ibarətdir ki, Mircəfər Bağırov doğrudan da dünyasını öz əcəli ilə dəyişib. Çünki 83 yaşında 66-cı ildə onu Qazaxıstanda görən adamlar var, canlı şahid var və buna görə belə müəyyənləmək olar ki, 1965-66-cı illərdə Qazaxıstanda qiymətli filiz və neftin çıxarılması ilə bağlı bir mütəxəssis kimi Mircəfər Bağırov orada işləyirmiş. BBC radiosunu eşitdim ki, Bagirov düşərgədə hərbi İslah əmək düşərgəsində öz əcəli ilə ölüb. Buradan da mən belə başa düşdüm ki, görükür, Bagirovun bu səhlənkarlığını, bunun dediyi sözləri nəzərə alıblar. SSR Ali Sovetinin rəyasət heyəti görükür ki, onun gülləmə cəzasını həbs cəzası ilə əvəz edib. Mən həqiqəti bilirdim, bu güllələnib. Mən ancaq bu gələndən sonra, bu şey qotaransa gələndən sonra gördüm ki, bu kişi güllələnməyib. Kiməsə xəbər elədinizmi? Bunu mən istedim xəbər eləyim. Elə 32 il mən heç bir xəbər elə bilmədim. Tamamilə yalan versiyadır. Tamamilə yalan versiyadır. Xruşov gecə yatmazdı. Onu öldürtməsiydi. Gecə yatmazdı. Cinayət işində də onun öldürülməsi, hökmün icra olunması haqqında arayış var. Mən Respublika prokurorluğunda işləyəndə biz məşğul olduq o cinayət işini istədik Moskvadan alaq. Mən ora özüm məktublar yazdım. Ki Mircəfər Bağırovun indi onun vaxtında qanunsuz repressiyaya məruz qalmış adamları təmizliyə çıxartdığımıza görə o iş bizə lazımdır, verin bizə. O Azərbaycanlıdır, Azərbaycanda eləyib cinayətləri, ona görə bizdə olmalıdır. O işi bizə vermədilər. Axırda mənə deyəndə bizə Respublika prokurorluğuna Rusiya baş prokuroru belə cavab verdi ki, Rusiya SSR-nin varisidir. Mircəfər Bağırovun işinə SSR məhkəməsi baxıb. SSR prokuroru çıxıb, SSR orqanları istintaq aparıb, ona görə də işi sizə vermirik. Onu da vermədilər bizə. Mircəfər Bağırovun ölüsünü də onlar bir balaca ehtiyat edirdilər. Mən sizi inandırıram ki, Xruşov gecə yatmazdı. Mircəfər Bağırovun ölüm xəbərini ona verməsiydilər. O ilə Yemelyan orada getmişdi axı, Sibirdə bir yerdə idilər. Brejnov iş başına gələndən sonra onlara apravdanı verdi. Yemelyanov sonra bunlar hamı gəldilər, çıxdılar. Bu gəlmədi. Hamı mətər qaldı ki, nöş gəlmir. Sonra dedilər ki, güya buna deyiblər ki, sən də apravdoz getməlisən, deyim, mən Azərbaycana getmərəm. Çağırdılar ki, Məlik Mirzəli təcili belə yerə getməli, aeroporta. Şevçukunun aeroportuna. Tayara oturdu. Nəysə gördüm, bir qadın, Rus, bir də Rus belə düşdülər.
Sonra geldiler. Ben de tanımıram onları. Görüm onların içinde bir böyle Azerbaycanlı, Kafkazlı bir nefer, şilepalı, böyle çok hündür boyla yok, böyle da necə rutin, normal, böyle şey adam da böyle girdi bunların içine. Girdiler, bunlar 3 nefer geldi maşına Həmin o taraf. adam təyyarə gelmişti. Xeyr, o təyyarə desən gəlmir. Bu onları kabul edilmişti. Ben onu elə bildim. O təyyarə gelseydi onlarla. İndi onu da deyə biləm. Ola bilər. Yani siz onları havalimanında gördünüz. Bəli. Onu havalimanı, onlar geldiler benim maşın tarafı. Onlar deyəsən bilirlər ki maşın. Benden soruşdu ki sen hansı şeyden? Dedim bas beləncə yerdən gelmişim. Dedi ha bizik. Oturdular. Bu geldi Moskvalı, bu kadını qabaqda oturdu. O Rus dalda oturdu. Bu Azerbaycanlı ise onunla yan-bayan mənə tərəf oturdu. Böyle şoförün arka tarafında. Rus soruşdu ki onlar bir sen hardansan? Bana dedim Azerbaycan'dan. Dedi hardan? Sumqayıtdan düzü getmişəm de Sumqayıt. Ondan sonra dedi Toçin denen ki sen hardan yani? Dedim bas Azerbaycan'ın Astara rayonu var, Granitsa İran'la. Adı nədir dedim bəs belə. Bu həmin vaxtı bu mən də bilmirəm də bu Micəvər bayırdı kimdi bu açqını biraz belə yuxarı qalxdı. Belə qaldırdı. Baxdı mənə tərəf. Belə ya mən sürürəm də baxdı. Dayı orada danışmır heç bir. O düşəndə yerinə çatdırandan sonra düşdü. Mənə dedi ki məni gözlə. Sonra artıq məktub gətirdiniz. Bəli, o məktubu gətirdi. Bizə də belədir ki bu deməsə o çikisti, o bursidi. Mən də deyirəm necəlim ki, mənə dedi bu məktubu çatdırasan. İstəyim deyim ki kimsiz qaldım adar. Yenə istəyim deyim siz kimsiz dedi. Dedi bunu çatdıracaq Xıdır Mustafayev. Azərbaycanda avtomobil nazirinin müavinidir. Kim dedi? Azərbaycan avtomobil naziri belə dedi mənə də orada işləyir. Dedi o var bunu mütləq çatdıracaq. Domsovet dedilər. Gəldim oraya gördüm ki bırakmırlar. Dedim bəs saldatam da bəs iş saat belə dedim nə şeylə girim ona dedi qəbul günüdür. Nəysə bırakdılar. Gəldim yaxınlaşdım. Dedim sizə məktub var. Dedi hardan dedi. Dedim onu özünüz bilirsiniz. Nəysə çıxartdım verdi. Oturumcu kresloda üzə belə kırmızı bu şalvarın burası da belə kırmızı vardı. Kreslonu açtı. Belə açtı kreslonu. Məktubu götürdü. O məktub elə alında qaldı. Gördüm kişinin gözündən yaş axır. Bu bir dənə bu məktubu tutdu. Ha bu əlinə gəldi. Görüm ağlayır. Dedi o savunu hardan görübsən? Dedim əskərdə olmuşam. Bilirsən dedi kimdir o? Dedim xeyr. Dedi Seyid bilirsən? Dedim bəli bilirəm. Dedi Seyid dedi. Mən də bilirəm Seyid nə var? Dedim Seyid bizdə də var. Dedi Seyid Micəfər Bagirov'dur. Dedi bilmirdin? Dedim vallahi yox. Eğer onu saklamak mümkün olsaydı həbs etməzdilər. Onlar bilirlər ki, Bağırovun böyük qabiliyyəti onlara bu cür işləri görməyə imkan verməyəcək. Eğer Bağırov sağ qalsaydı, Xruşov, Malenkov, Suslov və başqaları partiyanın istiqamətini, kursunu heç cür dəyişə bilməzdilər. Hərdən mənə gəlir ki, hələ 18-ci ildə həyatda nələri qurban verib, nələri qazanacağını dəqiq bilən Mircəfər Bağırov heç də inamında yanılan adama oxşamırdı. O çox ayıq və sayıq adam idi və artıq indiyə kimi çoxdan sübut eləmişdi ki, nələrə, hansı faktlara münasibəti necə idi. Yəni onun sərt, amansız, cəsarətli adam olduğunu hamı bilirdi və deməli Mircəfər Bağırov heç də elə-belə gözü bağlı fanat ola bilməzdi. İlahi ki, Stalinin gözü bağlı fanat ola bilməzdi. Bu başqa məsələ ki, Mircəfər Bağırov Stalinə inanırdı və onun ardınca gedirdi. Deməli, Mircəfər Bağırov artıq yəqin eləmişdi nəyin ardınca gedəcək və həyatdan nə istədiyini əmin idi. Bəlkə də elə buna görə məhkəmədə bütün elədiklərinin hamısının boynuna götürdü başqaları kimi, ancaq bunların indi səhv olduğunu kəşf eləmədi və bütün günahları öz boynuna götürdü. Hətta böyük, qüdrətli sahibin adını bir dəfə də olsun çəkmədi. Və bəlkə də bəşər tarixində misli görünməmiş cəzanı öz üçün istəyən insan da yeganə idi. Mircəfər məhkəmədə nə bağışlanmaq üçün, əfv olunmaq üçün ərizə verdi, nə də bütün günahları inkar elədi. Ancaq xalq düşməni ittihamından başqa. Mircəfər Bağırov özü üçün misilsiz bir cəza istədi, şaqqalanmağını tələb elədi. Bu nə idi? Vicdan uyanışı, yoxsa mat vəziyyəti? Cavab vermək çox çətindir. Ancaq bir şeyə əminəm ki, Mircəfər Bağırov inamında yanılan adam değildi. Mircəfər Bağırov bu rejimin gözü bağlı qulu da değildi. Mircəfər Bağırov 18-ci ildən sonra çox əmin idi, dəqiq əmin idi ki, ancaq bunlardan sonra həmvətənlərinin əlinə qanına əli bulaşandan sonra və yaxud da bu saysız repressiyalardan, bu saysız qanlı terror aktlarından sonra bunları verib ancaq birinciliyi qazanmaq olar, həmişə birincilik zirvəsində qalmaq olar. Bax, bu mənada Mircəfər Bağırov Stalinin çox layiqli davamçısıydı və məhz bunlardan sonra Mircəfər Bağırov birincilik kürsüsünü qazandı və mütləq daimi hakim oldu.
Сегодня, когда мы, представители многонационального Баку, многонационального Азербайджана, спаянные сталинской дружбы народов, собрались сюда, на наш торжественный митинг, чтобы отметить годовщину сталинской конституции, должны оглянуться кругом, посмотреть, что думает, что мечтал, а может быть еще мечтает враг советского народа, враги народов Советского Союза, враги народов Азербайджана, Армении, наших национальных республик. Rudenko baş prokuror məhkəmə prosesindən çıxanda tənəffüsə zadı gəlirdi Respublika prokurorluğuna. O Respublika prokuroruna bir sual vermişdi ki, что означает слово kişi? Ну, o da demişti ki, мужчина, ну, мужчина, он же мужчина, конечно, ну, kişi что такое? В общем, başa salmış, mужество vesaire başa salmıştı. Rudenko ona demişti ki, а между прочим, у него есть это признаки. Ən çox qadın və uşaqlar Azərbaycanda həbs olunublar. Başqa respublikalarla müqayisədə. Ən çox. Ona görə də mən Baqirovun Azərbaycanlı olmağına, Türk olmağına şübhələnirəm. Həm bu özün ətrafına başqa millətlərin əcazlı, qansız nümayəndələrinə yığasan və həm də onlara rəhbərlik eləsən və həm də onlar Azərbaycan xalqını qırdırmana görə onların rütbələrini, vəzifələrini böyüdəsən. Bunu eləmək heç bir Azərbaycanlılar eləməz. İndinin özündə də, yəni hadisələrdən yarım əsrə qədər keçdikdən sonra da onun ruhuna and içən, onun haqqında danışanda ayağa duran minlərlə adamlar var. Bəziləri onu cəddinə görə, sevdiyinə görə yaddan çıxarmırlar. Halk unuttu, halk unuttu, geniş halk unuttu. Ancak tədqiqatçılar, ziyalılar, onun hakkında yazanlar Baqirov hakkında düşünmeye başladılar. Və mənə gəlir ki, bəziləri doğru nəticədə gəlib çıxdılar, bəziləri də idealizə dərəcəsindən qalxdılar, bəziləri də inkar dərəcəsinə indilər. Ancaq xalq demək olar ki, unutdu Baqirov. Ama zaman bizimdir. Zaman bizimdir. Bəli, zaman sizin idi. Və siz bu zamanın atında istədiyiniz qədər vətən adlı məmləkətdə elə hey özgə havalarına çapdınız. Zaman sizin idi, bu həqiqətdir. 17-ci yüzillikdə Ruslar və ümumiyyətlə bütün qeyri-Ruslar, bütün bəlkə Avropalılar Əmir Teymura heykəl yapmaq istəyirdilər. Səbəbi nə qədər acınacaqlı olsa da belə idi. Əmir Teymur, bütün Avropanı müstəmləkə altında saxlayan, böyük, möhtəşəm Osmanlı imperiyasına qarşı onun bütün yürüşlərini, bütün Avropanı müstəmləkçilikdən qurtardı. Tək başına həll elədi, dəf elədi onların bütün yürüşlərini. Və hətta Stalin ölməsəydi, bütün kökü milləti əqidəsi, zatı məlum olmayan Sovet vətəndaşları sizə də heykəl yapacaqdılar. Səbəbi də ondan ibarət idi ki, sənin də əlin öz millətinin qanına bulaşdı. Ən acınacaqlısı isə bu idi ki, Mir Cəfər Bağırovun bütün canı, həyatı bahasına, bütün bu qorunmaları, xilasları, Azərbaycanın nələrdən və necə xilas eləmələri hamısı, heç biri Azərbaycanı xilas eləsə də, eləməsə də, bütün Azərbaycanlıların nəzərində onu sonradan əli bulaşmış bütün Azərbaycanın say seçmə oğullarının siyahısında, yəni bütün bu qurbanların bir nəfər qəhrəmanı olaraq onu güyüb təmizləyə bilmədi. Mir Cəfər Azərbaycanın say seçmə oğullarının, yəni bu millətin qəhrəmanlarının, bu millətin əsas qəhrəmanlarının, əsas oğullarının məhvində bir nömrəli səbəbkar olaraq qaldı. Və əsas səbəb də Mir Cəfər Bağırovun cəlladlığı oldu. Mir Cəfər Bağırov bir nömrəli günahkar sayıldı. Görünür, zamanın mı, taleyin mi və yaxud tiranın əmri ilə dəxli yoxdur. Mir Cəfər bu əmri yerinə getirdi və bu saat xalqın yaddaşında bax elə Mir Cəfər belə də olaraq qalır.
Görünürdü onun da zamanı belə zamanı idi, zamanı çətin zamanı idi. Zamanı özü qədər ziddiyyətli bir şəxsiyyət yetirdi. Zamanı Mir Cəfər Bağırov şəxsiyyətini yetirdi. Nəinki Azərbaycan, nəinki keçmiş istəyir. Bəlkə də bütün bu komünist rejiminin özündə bu qəhrəmanlara ehtiyac vardı. Bu qəhrəmanlar yaradıldı. Əvvəl onları yaratdılar, onları sevdilər, onları pərəstiş elədilər, sonra onlara tabe oldular. Sonra isə ayaqları altına salıb tapdaladılar və üstündən keçdilər. Və artıq 20-ci əsrin sonunda biz artıq 21-ci əsrə adımladığımız bir halda biz indi bugün çox qəribə dilemma qarşısında qalmışıq. Dünən, hələ dünənə qədər xalq düşməni kimi adlanan Mir Cəfər Bağırovu, yəni bizim qanımızdan olan bax bu insanı sabah faciə qəhrəmanı kimi yoxsa xalq düşməni kimi aparmalıyıqmı? Bu sual bizim qarşımızda dayanıb. Və yaxud da biz indiyə qədər olan bütün tariximizi araşdırıb özümüz üçün tarixdən ibrət dərsi götürməliyik, yoxsa yox, tamam unutmalıyıq. Yaddaşımızı bərkitməliyik, yoxsa da tamam manqurtlaşmalıyıq və nəhayət biz özümüzü olduğumuz kimi qəbul eləməyə nə vaxtsa hazır olacağıq mı? Bax, sual budur.